Salam. Bu gün nəsə təbiəti seyr eləməyə çıxdım. Bax, bu gördüyünüz sahədir. Çəmənlikdir. Yəqin ki, bilirsiniz də, bitkilər qruplaşma belə gətirir. Bu qruplaşmalara çəmən, səhra, çöl. Bax, bu çəmənlikdir. Çəmənlikdə başdan başa, bax, fikir verin. Başdan başa bağa yarpağı deyirik də biz bunu. Və yaxud da ki, sinir otu da deyirlər. Onun elə bil ki, təbii bir populyasiyasıdır. Düzdür, aralarında başqa bitkilərə də rast gəlmək olur. Fikir verin. Populyasiya bilirsiniz də, eyni növün fərdlərinin yaşadığı areal və yaxud ərazi kimi qeyd oluna bilir. Çəmənliyi gəzəndə telefon yanımda değildi. O qədər bunu maraqlandırdı məni. Bu çəmənlik məni özünə o qədər cəlb elədi ki, nə qaydıq telefonu götürüb yenidən başladım bunu qeydə almağa. Və istədim ki, siz də bunu müşahidə edəsiniz. Təbiətə çıxanda təbiət adama estetik zövq verir. Görün nə gözəldir. Görün. Buna bax, gör nə qəşəngdir. Ay Allah, ay Allah. Gəlin hamımız birlikdə təbiəti qoruyaq. Bu qədər. Sağ olun.